Salam Çınarə xanım, sabahınız xeyir olsun. Mən də ARB24 izləyicilərini Strasburqdan Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının son günündən salamlayıram. Artıq bugün sessiya öz işini yekunlaşdırır və ötən 4-5 gün ərzində bu qış sessiyasının önə çıxan məsələləri Ukraynada müharibə, Rusiyaya qarşı Avropanın səfərbər olması, Rusiyaya qarşı sanksiyaların daha da dərinləşməsi məsələsi idi və diqqət çəkən məqamlardan biri də Avropa İttifaqının özünün suverenlik və ərazi bütövlüyü məsələsini gündəmə gətirməsi idi. Çünki son aylar, son həftələr ərzində ABŞ-ın Qrinlandiyaya qarşı ilhaq təhlükəsi, riski Avropa İttifaqı və AŞPA üzvləri arasında, Avropa ölkələri arasında Danimarkaya dəstək mesajlarını daha da artırıb. Təəssüflər olsun ki, son 35 il ərzində Azərbaycan məhz bu platformada ərazi bütövlüyü, ölkələrin suverenliyi məsələsini qaldırsa da, bu məsələ hər zaman ikinci plana keçirilmişdi. İkili standartlar tətbiq olunurdu Azərbaycana qarşı. Amma bugün Avropa özü bu təhlükə ilə üz-üzədir və ən yaxın müttəfiq olan Amerika Birləşmiş Ştatlarının Qrinlandiyanı ilhaq etməsi, işğal etməsi məsələsi burada ciddi narahatlıqla müzakirə olunur. Diqqət çəkən məqamlardan biri də Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzəyanın ötən gün burada əsas çıxışçılar arasında çıxış etməsi idi. Erməni nazir ölkəsinin ciddi şəkildə Avropa İttifaqına yönəlik bir xarici siyasət kursu götürdüyünü və tezliklə Avropa İttifaqının üzvü olacağını bildirdi və yaxın aylarda Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi bu seçkilərə müdaxilə risklərini də bildirdi. Ad çəkməsə də Rusiyadan olan müdaxilələri göstərərək Ermənistana dəstək qazanmağa çalışdı. Erməni nazir eyni zamanda Azərbaycan-Ermənistan arasında sülh prosesinə də toxunaraq Azərbaycanın çox böyük hisslər etdiyini, öz ərazisindən yüklərin daşınması və Azərbaycanın Ermənistana neft-qaz məhsulları satmasını sülh prosesinə töhfə kimi göstərdi. Təəssüflər olsun ki, Ermənistandan olan müxalif deputatlar, AŞPA üzvü olan deputatlar burada yenə Azərbaycana qarşı qərəzli çıxışlar elədilər. Onlar Azərbaycanın heç də sülh imzalamaqda maraqlı olmadığını, Ermənistana təzyiqlər göstərdiyini, güya Ermənistan konstitusiyasını dəyişdirməklə Ermənistanın ərazi bütövlüyünü ciddi şəkildə risk altına almağa çalışır deyə belə bir qərəzli yalan məlumatlar verməyə çalışdı və AŞPA üzvü olan deputatlardan Azərbaycana qarşı çıxışlar etməyə səslədi. Amma elə bu dəqiqələrdə, erməni nazirin çıxış elədiyi dəqiqələrdə AŞPA binası önündə də təqribən 4-5 nəfərdən ibarət erməni separatçı ünsürlər etiraz aksiyaları keçirdilər. Azərbaycana qarşı güya Azərbaycan 2020-ci, 2023-cü illərdə Qarabağda güya etnik təmizləmə həyata keçirir. Bakıda bugün məhkəməsi davam edən erməni əsilli şəxslərin güya vicdan məhbusu, siyasi məhbus olduqlarını bildirirlər, onlara azadlıq tələb edirlər. Diqqətimi çəkən məqam AŞPA-nın yeni prezidentinin kimliyi ilə bağlıdır. Çünki yanvarın 26-sı AŞPA-nın yeni prezidenti seçildi. Növbəti 2 illiyə AŞPA-ya rəhbər olacaq şəxs, Avstriyadan olan deputat xanım Petra Bayerdir. Petra Bayer Azərbaycanın rəsmi olaraq qara siyasında olan şəxsdir. Bir zamanlar işğal altında olmuş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər etmiş və 2020-2023-cü ildə Azərbaycanın haqlı mübarizəsi zamanı Azərbaycana qarşı qətnamələrin qəbul olunmasında fəallıq göstərmiş şəxsdir və ilk mətbuat konfransında xanım Petra Bayer Azərbaycan-Ermənistan arasında sülh prosesini dəstəklədiyini desə də rəsmi Bakının atmalı olduğu addımları bildirdi və güya Bakıda məhkəməsi keçirilən şəxslər hərbi əsirlərdir, onlar vicdan məhbuslarıdır, siyasi məhbuslarıdır, onlar azadlığa buraxılmalıdır və bir cümlə də qeyd elədi ki, jurnalist sual verdi Petra Bayerə ki, siz Azərbaycan-AŞPA münasibətlərini bundan sonra necə qiymətləndirirsiniz? Xanım Petra Bayer bildirdi ki, Azərbaycana girişi rəsmən qadağan olunub, amma yenə də Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini bərpa edilməsinə böyük ümidlər bəsləyir. Düşünürəm ki, yaxın 2 il ərzində Azərbaycan-AŞPA münasibətləri hələ də gərgin olaraq qalacaq. Çünki hələ də Azərbaycana yönəlik qərəzli çıxışlar, müzakirələr davam eləməkdədir burada.